Salam dostlar, salam hər kəsə. Bu günlərim çox adamın maraqlandığı bir sualı sizinlə danışmaq istəyirəm. Hamıya maraqlıdır, deyir, hamıya maraqlıdır, papaq hardadır. Hamıya maraqlıdır, bu qızıl niyə qalxır? Qızıl, gümüş qalxır, nə bilim, palladium, nə bilim, platinium, metal, nə varsa hamısı qalxır. Hamıya maraqlıdır əslində nə baş verir, amma heç kim də səbəbini bilmir yəqin ki. Çünki biz səbəbini biləndə gec olacaq da. Yəni bu sistemlər belə işləyir də. Neyniyək? Biz balaca adamlarıq, bunu sadəcə başa düşüb qəbul eləmək zorundayıq, o qədər. İndi məsələ nədir? Məsələ odur ki, uzun zamanda qızıl qalxırdı. Yəni belə deyək də, tradinglə ya investmentlə məşğul olanların yəqin ki xəbəri var. Belə bir şey var, breakout diye bir şey var. Məsələn, bir varlığın dəyəri qalxır, qalxır, bir nöqtədə dayanır, başlayır belə yan getməyə. Buna da deyirlər, məsələn, dağa çıxanda adam necə ki bir dayanır, yorğunluğunu alır. Alıcılar elə ki bir anlıq dayanır, pul lazımdır axı yenə almağa. Yəni bunu böyük həcmdə alanlar nəyəsə hesab kitab edirlər. O hər dəfə fasilə verəndə mən açığı özüm üçün bir balaca alırdım. Yaxın ətrafda olan adamlara da deyirdim ki, almaq lazımdır. Amma yəni çox adam deyirdi ki, artıq qızıl bahadır, bahalaşıb. Amma ondan sonra yenə qalxırdı, Bu normaldır, qızıl bahadır, təbii ki anlaşılandır. Amma burada bir səbəb var da, yəni belə deyək də, bu hissə sənədi olanda mən heç vaxt özüm nəysə bir çox qalxıbsa, məsələn ona yaxın durmuram da. Məsələn deyək ki, Nvidia-nı ilkin qalxışını mən qaçırtdım, buna yaxın durmadım. Əvəzinə də Trump tarif gələndə, hər şey düşəndə, havayı satılanda Nvidia-da düşmüşdü. Oradan girdim, sonra gəlib stabilləşəndə vəziyyət mən yenə də satdım, çünki mən Nvidia-da qalmaq istəmirəm. Yəni Nvidia-nın sahəsi biraz dar olduğuna görə, yəni bu günlərim hörmətlidir, amma sabah hörmətli olacaqmı? Ona əmin deyiləm. Ona görə də qalmaq istəmirdim. Amma ki qızıl məsələsi biraz başqadır məncə. Qızıl məsələsi belədir ki, qızılı kefindən almır heç kim. Əgər kimsə məsələn uzun-uzadı mənim danışığıma qulaq asmaq istəmirsə, qısa olaraq deyim ki, qızıl niyə qalxır? Nə gözləmək lazımdır? Tarixən qızıl həmişə qalxanda heç vaxt yaxşı şey gözləmək lazım deyil, yaxşı şey də olmur. Yəni qısa cavabı budur. Əgər kimsə özü üçün nəsə nəticə çıxartmaq istəyirsə, yaxşı şey gözləməyin bir mənası yoxdur. Nəsə pis bir şey olacaq. Amma nə olacaq? İndi bu videoda biz danışmağa çalışacağıq. Nələr ola bilər? Yəni belə deyək də, stolun üstündə nələr var, hansı kartlar var. Amma cavabını heç kim bilmir. Məsələ deməli nətər baş verir? Əslində qısa olaraq deyim ki, mənim yəni kimsə tanımırsa, mən ekonomist deyiləm, investor deyiləm. Yəni professional belə deyək də finansal təhsilim yoxdur. Mən 3 il əvvəl başlamışam bu işlərə. Çox şükür hər şey yaxşı gedir. Bu işlərin içindəyəm. Prosto görürəm çox şeyi, istəyirəm ki paylaşım. Görürəm ki çox da maraq yoxdur internetdə, amma ki belə deyək də, mən özüm danışmağı xoşlayan adamam. Boş-boş özümlə danışmaq əvəzinə video danışmağı tərcih edirəm. Bir nəfərə də xeyri dəysə böyük şeydir. Ona görə məsələ nətər baş verir? Bu qızıldır, gümüşdür, nə bilim, bu metallardır, o birisidir, bu birisidir. Bunları qiymətini qalxızan, bunları bahalaşdıran bizim kimi kiçik insanlar deyil. Nə də ki, hansısa böyük investorlar deyil. Düzdür, onların da belə deyək də şeyi var, qatqısı var, amma ki ümumilikdə əsas məsələ burada dövlətlərdir. Dövlətlər və mərkəzi banklar. Hər şey hardan başladı? Hər şey böyük ehtimal ki Rusiya-Ukrayna müharibəsindən başladı. O da nətər oldu? Rusiya Ukraynaya hücum eləyəndən sonra təbii ki hamı Rusiyanı təklədi. Və Amerikada işə daxil oldu. Nə bilim, Amerikanın pulu dünya rezervudur da. Yəni Rusiyanın pullarını bank hesablarında dondurdu. Və bu Rusiyaya
və digər dünya ölkələrinə, məsələn Çinə, məsələn Hindistana bir dərs oldu ki, aha, biz bu günə kimi gedirdik Amerikanın borcunu alırdıq. Nə bilim, ümid edirdik ki, Amerika bu borcu bizə faizini verəcək, pulu qaytaracaq. Nə bilim, dollar alırdıq, dollarla alış-veriş edirdik və s. Aha, burada ortada belə bir şey var ki, sabahların biz nəsə özümüzü yaxşı aparmasaq, demək ki, bizə bunu silah kimi istifadə eləmək mümkün imiş. Bunu başa düşürdülər təbii ki, amma o anda dərk elədilər. Yəni başqasının nümunəsində onu gözləri ilə gördülər. Gördülər ki, bu mümkündür, olasılığı yüksək bir şey imiş. Və ondan sonra başladı biraz bu trend. Belə deyək də, artıq dövlətlər başladı Amerikanın borcunu satıb yavaş-yavaş qızıl, gümüş almağa. Əsas qızıl, çünki qızıl ən böyük təhlükəli hadisələrdə qorunma, sığınacaq qızıldır. Gümüş elə bil biraz industrial material deyirlər. Bu məsələn hardasa fabrikdə, nə bilim, telefonlarda, nələrdə o qədər yerdə istifadə olunur ki, gümüş məsələn kabellərdə falan. Amma qızılın bir dənə məqsədi var, sadəcə qızıldır. Orada durur. Orada durur və kimin qızılı çoxdur, Trump deməli qaydanı da o qoyur. Və başladılar qızıl almağa ora-bura. İndi maraqlısı nədir? Bu qızıl qalxdı, adamlar dedi bu bahadır, falandır, filandır. Təbii ki bahadır, amma məsələ o deyil, qızıl bahadır. Məsələ odur ki, bizim əlimizdəki pul nədir? Sonra nələr baş verdi? Demək, tarixən, mən məktəbdə oxuyanda açığı, yəni tarixi heç sevməmişəm. Mən riyaziyyat, biraz da evdən də baskı göstəriblər ki, bu riyaziyyat önəmlidir, qalanları boş şeydir. Biologiya falan xoşlayırdım, oxuyurdum, amma tarixi yola vermişəm həmişə. Biraz təəssüflənirdim. Amma yəni indi ChatGPT falan var, hər şey var. Tarixi nə istəyirik, oradan tapa bilirik özümüzə. Amma tarix dəyərliymiş. Demək ki, doğrudan da o deyirləri unutursan ölürsün. Ona görə tarix dəyərliymiş. Tarixən qızıl, belə deyək də, baş verəcək hadisələri əvvəlcədən elə bil belə deyək də, sarı işıq, qırmızı işıq falan kimi xəbərdarlıq eləyir insanlara. Yəni insanlara xəbərdarlıq eləmək üçün deyil. Bütün tarixi qızılın qalxışlarına baxsaq, hamısında qızıl qalxıb bir nöqtədən sonra pis bir hadisə baş verir və qızıl orada stabilləşir. Qızıl daha doğrusu o pis hadisə baş verməmişdən öncə yavaş-yavaş başlayır stabilləşməyə. Çünki işini gördü də, belə deyək. Vəziyyətə hazırlığı həyata keçirdi. İndi maraqlı gəlir ki, məsələn qızıl, yəni qızıl münəccim deyil də, yəni qızıl öz başına qalxmır da, bunu kimlərsə alır. Əvvəlcə dediyimiz kimi bu dövlətlər alır da qızılı, yəni. İndi məsələ də nədir? Bu adamlar bu baş verəcək hadisəyə qərarı vermədən özlərini qarantiya alırlar. Özlərini deyəndə, yəni təbii ki, bir dövlətin başçısı, bir dövlətin idarə heyəti, idarəçiliyində məşğul olan, önəmli olan insanlardır, mərkəzi banklardır və s. Bu insanlar da həmin ölkənin içində oturub da. Yəni sabah bir şey olsa, o insana da bir şey olacaq. Hamı öz canını çox istəyir təbii olaraq. Yəni ona görə ümumi olaraq ölkəni sağlama almağa çalışırlar. Və bu insanlar bu şeylərə hazırlaşırlar illərlə və sonra biz xəbərlərdə xəbər tuturuq. Məsələn, xəbər tuturuq ki, Rusiya nə bilim tutaq ki, Ukraynaya hücum elədi. O anda artıq gec olur. Nəysə bir qərar vermək və yaxud da nəysə bir hazırlıq eləmək üçün o anda çox gec olur. O kokunu alan insan vaxtında tədbirini görməlidir. Və bu qızıl da elə bil bütün indikator deyirlər, göstərici, bütün göstəricilər içində ən qabaqda gedən göstərici qızıldır. Və bu da hər zaman olmur. Yəni uzun zamandan bir nəsə bir qeyri-adi hadisə baş verir və dövlətlər bu qızılları alıb altına yığıb, üstündə oturub, ondan sonra qərar verirlər. İndi qızılları alıblar, yığırlar. Hələ nə qədər yığacaqlar bilinmir, amma bəlkə yarım il, bəlkə bir il. Amma artıq yavaş-yavaş kokusu çıxır. Məsələn, dünənlərim Çin bütün metallara, rare earth metals deyirlər, nadir tapılan metallar üçün kontrol qaydaları qoydu. Yəni artıq məsələn deyə dünyaya ən çox copper, nə bilim, nədir adı, platinum, nə bilim bu batareyalarda istifadə olunanlar, ən çox, yəni deyək ki, istifadə olunan metallar
inkişaf üçün bunların çoxusu Çindən çıxır. İndi Allah onlara da onu verib də, bizim ölkəmizə nefti verib. Onların ölkəsində də onu verib. Neyniyək? Onlar da onu qazır çıxardır, satırdılar, pul qazanırdılar və bir nöqtədə dərk elədilər ki, məsələn, Amerika Rusiyaya dollar məsələsində blok qoyduğu kimi Çinə də məsələn Nvidia çiplərinin satışına qadağa qoydu. Və Çin də başa düşür ki, okey də sən mənə Nvidia çipini satmırsan ki, mən AI-da geri qalım. Çünki AI-yı udan növbəti bəlkə 50 il, 100 ili udub da. Yəni ona görə Amerika məsələn Nvidia-nın ən bahalı çipini, ən belə deyək də öncül çipini satışa qadağa qoyur Çinə. Gözləyir ki, Çin də bu metallarını versin ki, Amerika çip düzəltsin, nə bilim Amerika inkişaf eləsin, Amerika maşın düzəltsin, robot düzəltsin. Və Çin də aydın məsələ ki, tupoy deyir də, amma ki 1945-lər, 1950-lər, 1960-lar, 70-lər də deyir ki, Çin desin ki, nə deyirsiniz, baş üstə mənim zaten müdafiəm yox, o yox, bu yox. Məsələn, Çin də altına qızılı yığıb, ən çox qızılı alan ölkələrdən biri Çindir bu arada. Yəni Çin qızılını alıb altına yığıb, silahını düzəldib, müdafiə sistemi var, əhalisi çoxdur və s. və s. Yetər qədər hazırlaşıb bu günlərə və bu günlərin qoyulan qaydalara əməl eləmir. Okey, Amerika deyirdi ki, mən sənə Nvidia çipi vermirəm. Çin biraz da gözlədi, qızıl biraz da qalxdı, biraz da yığdılar, altlarını doldurdular, belə deyək. Ondan sonra dedi ki, bilirsən nə var, mən də öz metallarımı satmıram. Hansı ki, o metalların çoxusu, məsələn, o silahlarda, müharibədə istifadə olunan təyyarələrdə və s. çox önəmli şeylərdir. Tək bu ilə qurtarmır, yəni başqa problemlər də var. Məsələn, Amerika illərcə öyrəşib ki, dizayn eləyir çipi. Məsələn, Nvidia-nı alırıq, tutaq ki, adamlar sevir Nvidia-nı. Mən yəni çip şirkətlərini çox da xoşlamıram. Yəni nə mən də xoşlamıram, yəni bir hype-dır da ötüb keçəcək. Məsələ odur ki, adamlar dizayn eləyirdi, amma bu işi real olaraq görən Intel şirkətinin 1 qram hörməti yox idi Amerikada. Gedirdilər Tayvanda, nə bilim Samsungda bu çiplər düzəldilirdi də. Yəni dizayn elib verirdilər, Tayvan düzəldirdi, fiziki olaraq çipi qaytarırdı. İndi məsələ odur ki, Çin deyir ki, mən Tayvanı alacağam. Alacağam yox, Tayvan bizimdir. Prosta geri qaytaracağam. Bir anlıq düşünsək ki, məsələn Çin tutaq ki, Tayvanı götürdü. Amerikanın çip bağlantısı bitmişdir. Bu da nəyə gətirib çıxardır? Amerika sabahların bir müharibə başlayıram desə, Amerikanın təyyarələrinə, dronlarına, obisinə, bubisinə hamısına çip lazımdır. Hər şey çiplə işləyir. Yəni o keçmiş əsr dövrü topaq gülləni qoyurduq əsgərlikdə bizə onu öyrədirdilər bütün günü. O zaman qutardı da. Yəni düzdür o da lazımdır, amma yəni əsas məsələ burada, əsas qalib gələnlər texnolojide qalib gələnlər də belə deyək. Ona görə problem odur ki, Çin buradan metalları qadağa qoyur ki, təyyarə düzəltməsinlər. O tərəfdən də deyir Tayvanı alacağam. Tayvanı alan kimi məsələ odur ki, artıq Amerika hardasa çip düzəltməlidir. Yoxdur elə bir şey. Ya gedib Samsunga ağız açmalıdır. Burada müharibə varsa artıq Koreya zat da orada nə qərarlar verəcək o da bəlli deyil. Özünün kimi faktorisi var da, Intel var. Ona görə məsələn bilənlər bilir, məsələn Amerika bir neçə ay bundan qabaq Intel'in 10%'ını ölkə olaraq, yəni dövlət olaraq Intel'in 10%'ına sahiblik elədilər. Yəni aldılar. 10% hissəsi Intel'in artıq dövlətindir. Çox məntiqlidir məncə, yəni. Intel bu qədər belə deyək, göz ardı edilməsi çox səhv idi. Çünki sabah bir şey olsa, yenə deyirəm, məsələn çip bağlantısı bitsə Amerikanın neyəcək? Yəni düz deyəndə orada Tesla var. Tesla'ya deyəcəklər ki, okey, davay düzelt ver. Tesla'nın faktorisi var, hər şey var. Yəni ilan o qədər maraqlı, o qədər ağıllı insandır ki, yəni sevsək də, sevməsək də, gerçəyi demək lazımdır. Yəni insan çox ağıllıdır. Adam biznesi elə qurub ki, yəni elə bil 50 il sonraya hazırlaşıb. Adam həmişə softların maraqlı olduğu vaxt, softdan insanların pul qazandığı vaxt adam fiziki nəsə düzəldirdi. Söhbət maşından getmir, söhbət robotdan getmir, kosmosa getməkdən getmir. Amma bunu bacaran adam, məsələn bir Tesla faktorisi var və burada maşın düzəldir, robot düzəldir. Maşın, robot düzəldən bir faktori
sabah müharibəyə silah da düzəldə bilər, dron da düzəldə bilər, hər şeydə. Çox maraqlıdır. Yəni insan sanki 50 il sonranı görürdü. Yəni bilmirəm, yəni belə insanlara baxsın, əslində yəni mən sevinirəm ki, belə insanlarla eyni zamanda yaşayıram. Yəni həmişə uşaqlıqdan kitablarda oxuyurdum, Newton, Arximed, obisi deyirdim, ilahi bunlarla eyni vaxtda yaşayan insanlar xoşbəxtdir. Amma biz də məncə xoşbəxtdik, çünki belə çox maraqlı, çox güclü insanlarla bir zamanı paylaşırıq. İndi məsələ nədir? Qızılımız qalxdı, qızılı aldılar, yığdılar altlarına falan filan. İndi yavaş-yavaş kokusu çıxır. Birinci koku dediyim kimi Çin deyir ki, mən artıq metal vermirəm. Gedin başqa yerdə oynayın. Sabah bir gün gedəcək Tayvana hücum eləyəcək, Tayvanı alacaq. Bəlli deyil, eləyəcək, eləməyəcək. Həftə 8 mən 9 deyir Tayvan bizimdir, Tayvanı alacağıq. Nə bilim çıxıb televizorda göstərirlər Tayvanı nətər alacağıq planı. Belə şeylər göstərirlər. Yəni bu başlanğıcdır da, belə deyək də. Bir ehtimalımız odur ki, müharibə olacaq, tutaq ki, ölkələr bir-birinə girəcək, bir-birinə sərhədlərini bağlayacaq, üz çevirəcək hər kəs bir-birinə və buna hazırlaşırlar. Çünki sadə bir nümunə deyim də, Polşada oturmuşuq burada. Zlotumuz var. Sabah müharibə başladı. Rusiya gəldi, Polşanı aldı. Gecə ilə deyir ki, mən zlotunu ləğv eləyirəm. Zlotu oldu kağız parçası. Qanun çıxartdı da, alıb da ölkəni. Və rubl da ancaq. Çörək istəyirsən rubl, kartoşka istəyirsən rubl, maşın almaq istəyirsən rubl. Kimdə rubl var? Məndə yoxdur məsələn. Deyir, okey. Kimdə rubl var? Gəlsin, çörəyini alsın, ətini alsın, aparsın, yesin. Yox, kimdə rubl yoxdur? Qızılını, gümüşünü götürsün. Çünki real pul insanlıq, belə deyək də, pul məsələlərinə başlayandan qızıl gümüş olur. Fiziksel bir şeydir. Hə? Kimin qızılı gümüşü var? Gətirsin, versin bizim buradakı banklara, özünə rubl götürsün, getsin nə istəyir alsın. Yox, qızılın gümüşündə yoxdursa, okey, onda gəl işdə, talonu al, get kartoşkavı, çörəyi al ye və yaxud da gəl bizim hərbidə döyüş, səni yeməklə təmin edək, ailəvdə talonun verək, getsin ətin kartoşkasını alsın, yesin. Çox sadədir də, yəni çox məntiqlidir də, olasılığı çox yüksəkdir də, yəni bu hadisələrin. Amma kiminsə qızılı var idisə, okeydir, o yenə də onun üçün fərqi yoxdur. Rusiyanın altındadır, Polşanın altındadır, Avropa Birliyinin altındadır, Evronun altındadır. Fark etməz, qızıl hər yerdə qızıldır. Gümüş hər yerdə gümüşdür, yəni hər bir halda o puldur yəni. Bu birinci case ki, okey, yəni müharibə eləyəcəklər, belə bir ehtimalları var, belə bir fikirləri var. Zaten hər yerdə balaca ocaqlar var da, hamı bir-birinə xırda-xırda girir. Bir dənə Rusiya məsələn Polşaya girsə, hər şey bitmişdir də, yəni hər şey daha doğrusu başlamışdır. Başlanğıcın sonu mudur, sonun başlanğıcı mıdır bilmirəm, amma nəsə başlayır. Və bu aralarda eşidənlər, bilənlər bilir ki, məsələn burada dronlar gəldi, getdi, Danimarkaya gəldi, getdi. Belə şeylər olur yəni. Yəni yavaş-yavaş belə deyək də kartlar açılır müharibə istiqamətində. İnşallah ki o olmaz. Başqa case nədir? Başqa case Amerikanın borcu çoxdur. Tək Amerika yox. Bütün dünya ölkələrinin borcu çoxdur. Amerikanın borcu 100%-dən də yuxarıdır. Amma yəni Polşanınki 60 falandır, 60% falandır. Amma yəni hər bir halda ölkələrin borcu çoxdur. Məsələ odur ki, ümumi bu ekonomik sistemlər 80 illik belə deyək də cycle-la, döngü ilə fırlanır. 40 il plus 40 il. Ən sonuncusunu götürsək 1945-də falan, nə bilim, Amerika dünyaya göstərdi ki, ən güclü mənəm. Mən nə desəm o olacaq. Hamı dedi ki, baş üstə. Və yeni döngü başladı. Çətin zamanlar başladı falan filan. Və 1980-dan falan bu tərəfə döngünün ikinci hissəsi başladı ki, faizlər artıq yəni bir pik həddə çatmışdı. İnsanlar elə ki, boğulduğu qədər boğulmuşdu. İnsanları belə deyək ki, ipini açdılar. Bir balaca belə danışıqlar pis çıxır belə bəlkə də, amma mənim fikrimcə gerçəyi məncə nə qədər acı desək o qədər daha təsirli olur.
Yəni biraz ipimizi açdılar 1980-lardan sonra ki, yavaş-yavaş hamı getsin. Artıq nə bilim evi olsun hamının, maşını olsun hamının, işi olsun hamının, nə bilim geyimi keçimi olsun hamının və s. və ilə axıra. Və 1980-dan 2020-yə qədər bu belə davam elədi. Düşən faiz environmenti. Faizlər düşürdü, insanlar daha yaxşı yaşayırdı, daha yaxşı yaşamağa doğru gedirdi. İçi mən daxil. Yəni mən özümə baxıram ki, deyək ki, 8 il əvvəl vəziyyətim nə idi, indi nədir? Daha yaxşı vəziyyətdir. Amma bu sonun başlanğıcıdır fikrinə mən inanıram da. Yəni mən bu gün vəziyyətim yaxşıdır, bu o demək deyil ki, bundan 10 il sonra daha yaxşı olacaq. Mən elə düşünmürəm. Mən düşünürəm ki, bundan 10 il, 15 il, 20 il sonra daha pis olacaq hər şey. Artıq o yaxşı bitdi. Nəyə görə bitdi? Çox məntiqlidir bu şeylər. Yəni insanları o da 40 ili dövlətlər oturub fikirləşmir. Yəni kalkulyator qoyub qabağına hesablamır. Sadəcə yenə də deyirəm, tarixdir da. Yəni tarixən insan psixologiyası sadəcə belə işdir. Belə çıxır ki, 40 il, 80 il falan lazımdır ki, bir insana müharibənin nə qədər acı bir şey olduğunu unutsun. 1. 2. 80 il, 40 il belə 40 il elə bil insanlar bu acınacaqlı şeylərə dözə bilirlər. Sonra onların ipini buraxırsan, 40 ildə kef eləyirlər. Kef eləmirlər də, kef eləmək üçün çalışırlar. Kef eləməyə başlayanda təzədən ipini yığırsan, deyirsən ki, okey, dur. Burada durmaq lazımdır. İndi o burada durmaq vaxtıdır. 2020-nin sonundan başladı yavaş-yavaş. Faizlər qalxdı. İndi düşür güya ki, hamı deyir ki, düşəcək, 1% olacaq, 0%. Əvvəlki kimi kef eləyəcək. Nə bileyim, özümüzə bahalı maşın alacaq, bahalı ev alacaq, villa alacaq, o alacaq, bu alacaq. Mənim də elə bir arzularım var idi bu arada. Amma ki, mən o ekonomistlərin fikirlərinə inanıram ki, 80 illik döngü bitmişdir. İnsanların ipini yığmaq vaxtı çatmışdır. Və bu da çox rahat bir şəkildə görsənir, yəni bugünkü dünyada. Məncə. Yəni artıq insanlar bir-birinə, mən Porsche'yə 8 ildir gəlmişəm. 8 il əvvəlki polyakların münasibətini mən bu gün görmürəm yəni. İnsan elə bir varlıqdır da, yəni belə bir pis çıxmasın. Pul qudurdur deyirlər, yəni biraz naturamızı dəyişə bilmərik də, bu belədir. Ona görə ikinci case odur ki, finansal reset vaxtı necə deyirlər, gəlib çatıb. İnsanların əlindəkini sömürüb almaq və insanların bundan sonra pula erişimini çətinləşdirməkdə, pula çatmaqlarını çətinləşdirmək. Buna inansaq da, inanmasaq da mən buna inanıram və bunu məntiqli də buluram. Çünki mən belə deyək də biraz ətrafı izləyən adamam və mən yəni görürəm ki, insanlar dəyişib yəni. İnsanlar dəyişib və bu dəyişimə son qoymağın vaxtı gəlib çatıb. Məncə yəni dövlətlərin elədiyi bəlkə də daha düzdür. Məsələ odur ki, pula erişimi, pula əl çatmağı çətinləşdirdikcə pul dəyərli bir varlığa çevriləcək və insanlar yenidən var gücü ilə işləməyə davam edəcəklər. Məsələn, deyək ki, burada Almaniyada, Porsche'nın özündə işçiyə bir şey deyirsən, orada ağız kıvırır. Baxırsan ki, yəni adam belə pis çıxmasın, əsgərlikdə deyirlər, şişib. Qardaş, sən burada işləyirsən, bu şirkət səni işə götürüb. Çox sağ ol de, işivi gör, maaşı al. Heç kim sənə demir ki, axşam otur çox işdə, yəni nə bilim, özündən nəsə ver. İşivi elə də, heç olmasa da. Yəni görürsən ki, adam belə barmağının ucunla işləyir. Olmur da, elə olmur. Yəni elə şey olur yəni onu da dövlətlər bir nöqtədə deyir, okey, bura qədər bəsdir. İndi biraz ipi yığaq. Financial reset dedikləri də nə formada həyata keçiriləcək heç kim bilmir. Yəni bilsəm o şeyi bilsəm mən, yəni o ağıllı insan olsam mən yəqin ki daha başqa şeylər eləyərəm yəqin ki. Amma sadə şeylərə baxsaz, məsələn Bill Gates'dir, nə bilim Zuckerberg'dir, nə bilim Elon Musk'dır, o birisidir, bu birisidir. Hamısı torpaq falan alırlar, nə bilim, hamısı faktoriyə yönəlirlər. Belə şeylərə elə bil sanki o ilk başdakı şey döngü geri qayıdır da. Yəni artıq da firmalar, nə bilim international company falan filan dövrü bitir sanki.
hər kəs özünə bağlanır. Məsələn, deyək, Amerika Polşadakı bütün firmalarını bağlayır, geri çəkilir. Məsələn deyirəm, yəni Avropa Birliyi dağılır, nə bilim, hər şey ola bilər yəni. Hər şey ola bilər. Bu şeyi nə tər həyata keçirdəcəkləri bəllidir, amma nəticə bəllidir. Nəticə odur ki, əlimizdə əgər kağızımız varsa, o kağızımızı elə bir ki, yandıracaqlar. Fiziksel yox, sadəcə bir maşın alacaq qədər pulumuz var idisə, həmən pula bir aylıq ərzaq ala biləcəyik kimi. Hətta Amerikada o insanların bankda olan qızıllığına əl qoyulmaq məsələləri falan keçirir artıq. Yəni məsələ o yerə gəlib çatıb. Qısacası heç yaxşı şeylər vəd eləmir də qızılda. Amma bizim bu şeylərin heç birini dəyişmək gücümüz yoxdur, heç birinə müdaxilə eləmək gücümüz yoxdur. Bir balaca hazırlaşa bilərik. Hazırlaşmaq da necə ola bilər? Deyirsən nə ilənsə mübarizə apara bilmirsənsə, ona heç olmasa qoşul. Yəni ona qarşı çıxma da, qoşul. Qoşulmaq da belədir ki, dövlətlərin borcu var, düzdür? Bütün dövlətlərin borcu var. Bunların dərdi odur ki, bu borcu silək, bu insanları məcbur eləyək, qayıdıb işləsinlər. Yəni bu insanların boğazına elə çökək ki, bunlar üçün çörək dəyərli olsun artıq. Çıxıb orada ay azadlıq, ay nə bilim mənim gender azadlığı, ay nə bilim mənim falan şey, ay mənim nə bilim mənim söz azadlığımı aldılar, ay mənim nə bilim geyimimə qarışanmazlar, mən lüt gəzəcəm. Bu şeylər hamısı kefdən olan şeylərdir. Bu şeylərin qarşısını almaq da çox sadədir. Ac saxla. O insan artıq heç bir gender equality, nə bilim nə, heç nəyə fikirləşməyəcək. O insan ancaq bir dərdi olacaq, qarnıma bir tikə çörəyimi yeyim. Çünki insanın aşağı təbəqəsi heyvandır. Biz o heyvan hissini tetiklədiksə, o yuxarı hissələr hamısı boşdur. O yuxarı hissələr hamısı sonra gəlir. Ona görə də insanların ipini yığ, pulunu əlindən al. Yəni alım gücünü də belə deyək. Yəni heç kimin gəlib evindən pulunu götürməyəcək heç kim təbii ki. Amma elə olacaq ki, yəni kağız pul olacaq heç nə. Alım gücünü al. Ondan sonra otur bax, otur tamaşa elə. Nətər gəlib sənin zavodunda işləyir, nətər gəlib sənin torpağında əkinçiliklə məşğul olur. Vasif kimi ömür boyu ofisdə işləyən bir insan nətər gəlib sənin, nətər deyim, o kötanıvı sürür. Otur tamaşa elə. Yəni məsələ budur dostlar. Çox belə deyək də qarışıq bir şeylər gözlənilir. Bir də şey də ola bilər, yəni daha kötüsü ola bilər. Yəni qarışıq ortaya da ola bilər də yəqin ki. Həm müharibə var, həm də financial reset var. Yəni bu daha kötüsüdür də. Yəni o tərəfə də sığınamırsan, bu tərəfə də sığınamırsan. Ona görə yəni bilmirəm, bəlkə də ona görədir. Yəni son vaxtlar heç yaxşı da yata da bilmirəm. Çünki dediyim kimi bizim bu işlərdə kontrol eləyəcəyimiz heç nə yoxdur. Bir balaca özümüzü qutara bilərik, amma mən Polşadayam, heç gedib özümə torpaq da ala bilmirəm. Məsələn, mən istəyərdim ki, gedim torpaq alım, orada bir balaca domik tikim özümə, gedim girim onun içinə, oturum orada. İyi əlimdə də pulum olmasın, yəni hamısı borc. Bir də biraz qızıl, nə biləm, biraz maşın, o birisi, bu birisi, nəysə ki, nəyisə satıb çörək ala bilək də, belə. Amma kağız olmasın. İndi belə çıxmasın, kağızım yoxdur. Şirkət hissələridir, nə bilim, biraz qızıldır, biraz evdir, biraz o birisidir, bu birisidir. Belə, yəni kağız yoxdur. Bir balaca var, o da şey üçün, nətər deyim, olmadı elə, oldu belə məsələsi də. Hər şeyə hazır olmaq lazımdır. Belə, çox uzun danışdım. Çünki içim doludur. İçim doludur, amma ki, heç adam istəməz ki, belə hadisələr baş versin. Belə deyək də, elə çətin vaxta düşdük ki, keçid dövrünə düşdük, hər şeyə ora-bura. İndi də bu şeylər qarışdırır işləri. Neyləyə bilərik? Əlimizdən bir şey gəlmir dostlar. Bir balaca hazırlaşa bilərik. Mən Azərbaycanda yaşasaydım, şəxsən gedib özümə torpaq alardım, rayonların birindən. Orada özümə balaca bir domik tikərdim, köçüb orada yaşayardım. Mən onsuz da internetdən işləyirəm, 5-3 qəpiyimi qazanardım, ayrılardım da, uzaqlaşardım o şeydən, belə deyək, sivilizasiyadan. Amma Polşada təəssüf ki, onu eləyəmirəm. 1, 2, uşaqlarım var, tək mənim qərarımdan heç nə həll olmur da, yəni
Mən bu gün desəm də ki, hər şeyi buraxaq gedək Azərbaycana, o da alınmır. Ona görə məsələn mənim кейsim çox qarışıqdır. Amma kimsə cavandırsa, bəlkə də nələrsə fikirləşə bilər özünə. Amma ki kimdəsə kağız pul varsa, bu şeylərdən kağız puldan bir balaca azad olmaqda fayda var yəqin ki. Nələrəsə qoymaq lazımdır bu pulları. Ən yaxşısı da bölməkdə, hər şeyə bölmək. Qızıla da, gümüşə də, torpağa da, nə bilim, fiziksel varlıqlara falan da mümkün qədər bölmək. Valyuta da varsa, o əvvəlki videoda da demişdim, İsveçrə frankı falan. Belə, bu günlərdə dollar da ucuzdur. Yəni kimsə bilmək istəyirsə, üzən məzənnədə olan valyutalara qarşı, məsələn Polşa valyutası kimi qarşı dollar ucuzdur. Mən alıram dolları. Nə olacağını bilmirəm, amma görürəm ki, yəni burası dibdir. Dövlət nəsə eləməlidir ki, dollar buradan ayağa qalxsın. Qalxmayacaqsa da qalxmayacaq. Onsuz da kağız kağızdır. Hara fırlayırsan fırla. Belə dostlar, bu qədər. Hər şeyə təşəkkür. Sağ olun.